Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira İbrahimovanın Samir Əliyevi qətlə yetirməsi işi üzrə hazırlıq iclası keçirilib. Hakim Səbnə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hadisənin detalları açıqlanıb. Mərhumun hüquqi varisi Cəmilə Əliyeva çıxış edərək oğlunun qanunda heç bir narkotik vasitə olmadığını bildirib. Təqsirləndirilən Elmira İbrahimova isə ifadəsində cinayəti ailədaxili zorakılıq zəminə törətdiyini iddia edib. O, ərinin onu və qızını mütəmadi döydüyünü, dəfələrlə barmağını sındırdığını, hadisə baş verən gün isə hər ikisinin narkotik qəbul etdiyini söyləyib. O qeyd edib ki, həmin axşam uşaq yatmamışdan qabaq mərhum silahı yağlayıb və balaca oğlu da silahı görüb. Qadının sözlərinə görə mübahisə zamanı özündən gedib və ayılanda silahın hazır vəziyyətdə stolun üstündə olduğunu görüb. Hakim güllənin mərhumun sinəsindən dəydiyini xatırlatsa da, təqsirləndirilən şəxs ərinin ona söyüş söyərək silahı özünə tərəf çəkdiyini və yerindən qalxdığını iddia edib. Elmira İbrahimova meyidi mələfəyə büküb skoçladığını, daha sonra səhərə qədər həyətdə yer qazıb meyidi ayaqlarından tutaraq evin içindən qazdığı həmin quyuya sürükləyib və orada basdırdığını etiraf edib. Qadın hadisənin izlərini tamamilə aradan qaldırmaq üçün evdəki qan izlərini silib, metr yarımlıq divanı sökərək bir neçə dəfəyə zibilliyə daşıyıb, qana bulaşmış xalçanı da atıb. Cinayət aləti olan silahı isə 3 yerə bölərək bulvarda dənizə atdığını bildirib. Xatırladaq ki, 2024-cü ilin dekabrında Sabunçu qəsəbəsində baş verən bu hadisə ilə bağlı Elmira İbrahimovaya qarşı 120.1 qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin növbəti baxış iclası aprelin 9-na təyin edilib.